Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Nazirlər Kabinetinin Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2022-ci il dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün suhavi qurumlara tapşırıqlar verir. Həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün Cənab Prezidentə təqdim olunacaq. Büdcə sistemi haqqında qanuna uyğun olaraq daha sonra layihə Milli Məclisin müzakirəsinə çıxarılacaq. Xəbərə doğru xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə 2022-ci ilin dövlət büdcəsində bir barel neftin qiyməti 50 dollar nəzərdə tutulubsa, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorunda dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradır. Təbii ki, layihə hazırlanma mərhələsində olduğu üçün konkret dəyişikliklər ilə bağlı fikir söyləmək mümkün deyil. Dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunduqdan sonra bu istiqamətdə daha konkret müzakirələr aparmaq mümkün olacaq. Bununla yanaşı, Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətdə daha çox vəsaitin ayrılacağı istisna deyil.